Herkese salam dostlar. Bugün sizlərlə birlikdə Trucks MP-dən sunuculara qoşulmaq və Euro Truck Simulator-da onlayn oynamaq üçün nə etmək lazımdır, onu göstərəcəm. Deməli, bizə 3 dənə vasitə lazımdır. Biri Steam, biri Trucks MP, biri Euro Truck. Steam'dan Euro Truck Simulator içine alırsınız. Mən də indi almışam deyə demoda indirə bilərsiniz, amma demoda yəqin ki Trucks MP açılmayacaq, pullu olanlar da açılır. İndi hər şeyi başdan ayağa sizə məsləhət şəkildə, düzgün şəkildə izah edəcəm. Deməli, keçirik Google-a, Google-a daxil oluruq, Google-dan buradan Trucks MP yazırıq. İlk çıxan belə bu sayta daxil oluruq. Burada aşağı enirik, devamlı OK falan basmıyorsunuz. Burada Express Delivery var. Şimdi indir var burada. Özünüz size göstereyim tam aydın şekilde. Gördüğünüz gibi burada şimdi indir yazır. Bu şimdi indir mouse görürsünüz. Bu şimdi indire basırsınız. O mən indirmişəm deyə eləməyəcəm. İndi dostlar Trucks MP-yə daxil olacam. Trucks MP-yə daxil oluq. İndi orada Gmail falansa da orada kamera məcburiyyətdən döndürəcəm. Bir dəqiqə. Ya bura açılsın. Tez döndürün. İndi heç narahat olmayın. Tez bir daha burada şifrə bağlayın. Sizə izah edim. Aha, burada Gmail var idi. Ona görə onu bağladım. Ki görsəniz. Aha dostlar. Burada gördüğünüz gibi Trucks MP simülatörün bize ekran karşılıyor. Burada gördüğünüz gibi Iveco truckımız var. Burada dostlar, deməli siz indi qeydiyyatdan keçəcəksiniz. Mən burada qeydiyyatdan keçmişəm. Öz Steam hesabınızın kodunu, şifrəsini və bir dəqiqə səhv dedim. Gmail şifrənizi və Gmail'ınızı yazacaqsınız. Yazdıktan sonra indi mən bura Haydi Mail-ı bağla yazdı. Remember me-yə basarsınız ki təkrar bu sizə verməz. Burada login işarət var. Loginə basırsınız. Burada gördüyünüz kimi sizə sunucuları verir. Burada sunucuları var. Sizə ən məsləhətli sunucu Simulator 1 sunucusudur. Simulator 2 sunucusu da aktiv olur. Ancaq ən çox Pro Mods və Simulator 1 sunucusu. İndi mən sizin üçün girirəm. Kariyeri devam etdirdirəm. Mən hansısa bir yük aparırdım bundan əvvəl. Çünki çox əvvəl girmişəm indi. İndi yəqin ki mən offline verəcək. Çünki güncəlləməmişəm. Bəli dostlar, indi daxil olduq. Uyar narahat olmuyorsunuz. Evet, deyirsiniz. Baxın, burada kamazlarımız, salımız və internet biraz pisdir, amma yaxşı, narahat olun. Sizə ən məsləhətli yer deyəcəm. Salzburg yox, bir dəqiqə. Frankfurt'a getmək daha məsləhətlidir, görürsünüz. Burada Iveco, gördüyünüz kimi Iveco var. Frankfurtlar çox məsləhətlidir, çox aktiv olurlar orada. Regensburg'a çox aktiv olurlar. Klagenfurtda da belə, Duisburg, əsas Duisburglarda gəzirlər. Dostlar, məndən bu qədər idi. İndi istəyəməsəm bağlayıram. O birisi videonu Roblox kompüterə necə indirilir, onu izah eləyəcəm. Sağ olun, salamat qalın.